إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين. Əmə ba'd. Əziz qardaşlarım, hamınıza həmişə olduğu kimi Allahdan qorxmağı və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yolunu tutub getməyi nəsiyyət edirəm. Növbəti 6-cı fəsil Rasulullah sallallahu aleyhi və səlləmin saçlarını boyaması barədə varid olanlardır. 45-ci hədisi izah etməmişdən əvvəl bu fəsil barədə biraz danışaq. Sahabələr bu məsələdə ixtilaf etmişlər. Bəziləri Rasulullah sallallahu aleyhi və səlləmin saçlarını boyadığını, bəziləri boyamadığını, bəziləri də onun saçlarına yağ sürtdüyündən onların boyanmış kimi göründüyünü söyləmişlər. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Rasulullah sallallahu aleyhi və səlləm saçları xalis qara rəngdə boyamağı qadağan etmişdir. Bu da həm kişilərə, həm də qadınlara aiddir. Rasulullah sallallahu aleyhi və səlləm demişdir: axır zamanda saçlarını göyərsin sinəsi kimi qara rəngə boyayan adamlar meydana gələcək. Onlar cənnətin iyini belə duymayacaqlar. Hədis səhih hədisdir. 45-ci hədis Əbu Rimsə radiyallahu anh demişdir: bir dəfə mən oğlumla bircə Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəldim. O, bu sənin oğlundurmu deyə soruşdu. Dedim, bəli, oğlumdur və mən buna şahidlik edirəm. Rasulullah sallallahu aleyhi və səlləm buyurdu: nə sən onun etdiyi cinayətə görə cavabdehsən, nə də o sənin etdiyin cinayətə görə cavabdehdir. Əbu Rimsə radiyallahu anh dedi: mən onun başındakı ağ tüklərin qırmızıya çaldığını gördüm. Əbu İsa Tirmizi demişdir: bu hədis, bu fəsilə dair rəvayət edilmiş hədislərin ən yaxşısı və ən anlaşılanıdır. Çünki səhih rəvayətlər Peyğəmbər sallallahu aleyhi və səlləmin saç saqqalının tam ağarmadığını xəbər verir. Əbu Rimsənin adı isə Rifa'a ibn Yasribi Ət-Teymiyədir. Əvvəlcə bu hədisin isnadı barədə. Bu hədisi Əhməd, Abu Davud və Nəsai rəvayət etmişdir. Muhammed Nasrəddin Albani Muxtasar-ı Şəmail əsərində bu hədisin səhih olduğunu bildirmişdir. Hədisdə Əbu Rimsə radiyallahu anh oğlu ilə bir yerdə Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldiyini xəbər verir. Bu hədisdən aydın olur ki, övladı xeyirli məclislərə, xüsusən də elm məclisinə aparmağın böyük faydası vardır. Bu əhval-ruhiyyədə böyüyən uşağın həm özü uğur qazanır, həm də valideynlərinin savabını artırır. Valideynlərinin savab qazanmasına gəlincə, bu xüsusda Rasulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur: İnsan öldükdən sonra onun bütün əməlləri kəsilir, dayanır. Yalnız 3 şeydən başqa: davamlı sədəqə, yaxud fayda verən elm, yaxud da onun üçün dua edən əməli salih övlad. Gəncliyini Allah yolunda sərf edən kimsəni isə Rasulullah sallallahu aleyhi və səlləm belə müjdələmişdir. 7 qism insan vardır ki, Allah onları öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə öz kölgəsi altında kölgələndirəcəkdir. Bunlar ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya başa çatmış gənc,
qəlbi məscidlərə bağlı olan kişi bir-birini Allah xatirinə sevən, onun yolunda birləşib, onun yolunda ayrılan iki nəfər, gözəl və zadiyən bir qadın tərəfindən zinaya çağırıldıqda, mən Allahdan qorxuram deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və nəhayət xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan kimsə. Diqqət edirsinizmi? Gənc vaxtı bu dini, İslamı öyrənib, onu yaşamağın faydası nə dərəcələdir? Elm məclisində iştirak etməyin nə dərəcədə faydalı olduğuna dair isə ikicə hədis qeyd etsək kifayət edər. Birincisində Ənəs ibn Məlik radiyallahu anh rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Cənnət bağlarının yanından keçdiyiniz zaman oradan zövq alın. Sahabələr cənnət bağları haradadır deyə soruşdular. Rasulullah sallallahu aleyhi və səlləm Allah zikr olunan məclislərdir deyə buyurdu. İkinci hədis, Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə deyir ki, Allahın yollarda dolaşıb Allahı yad edən insanları axtaran mələkləri vardır. Onlar Allahı yad edən bir cəmaat gördükləri zaman bir-birlərini çağırıb axtardığınızın yanına gəlin deyirlər. Sonra onlar bu cəmaatı öz qanadları ilə dünya səmasına dək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən hər şeyi onlardan daha yaxşı bildiyi halda soruşur. Qullarım nə deyirlər? Mələklər, onlar sənin şəninə təriflər deyir, səni uca tutur, səni həmd səna ilə təqdis edir və səni həddən artıq tərifləyirlər, deyə cavab verirlər. Allah soruşur, məyər onlar məni görüblərmi? Mələklər, xeyr, vallahi ki, onlar səni görməyiblər, deyirlər. Allah soruşur, bəs məni görsəydilər necə olardı? Mələklər deyir, əgər onlar səni görsəydilər, bundan da çox sənə ibadət edər, səni tərifləyər, səni həmd səna ilə təqdis edər və sənin şənini uca tutardılar. Allah soruşur, onlar məndən nə istəyirlər? Mələklər deyirlər, onlar səndən cənnəti istəyirlər. Allah soruşur, məyər onlar cənnəti görüblərmi? Mələklər deyirlər, xeyr ya Rəbb, vallahi ki, onlar cənnəti görməyiblər. Allah soruşur, bəs onu görsəydilər necə? Mələklər deyir, əgər onu görsəydilər, daha əzmlə ona can atar, daha inadla onu diləyər və daha çox rəğbətlə onu arzulayardılar. Allah yenə soruşur, onlar nədən mənə sığınırlar? Mələklər, cəhənnəm odundan, deyə cavab verirlər. Allah soruşur, məyər onlar cəhənnəmi görüblərmi? Mələklər deyir, xeyr ya Rab, vallahi ki, onlar cəhənnəmi görməyiblər. Allah soruşur, bəs onu görsəydilər necə? Mələklər deyir, əgər onu görsəydilər, ondan daha uzağa qaçmağa çalışar və ondan daha çox çəkinərdilər. Allah buyurur, şahid olun ki, mən onları bağışladım. Bu vaxt mələklərdən biri deyir, bu cəmaatın arasında olan filan kəs, onlarla yoldaşlıq edən kimsələrdən deyil, sadəcə olaraq öz ehtiyacı üzündən ora gəlmişdir. Onda Allah Subhanahu buyurur, bunlar elə insanlardır ki, onlarla oturub duran adam bədbəxt olmaz. Bu hədis möhtəşəm hədisdir və gördüyünüz kimi hər zamana, hər bir cəmaata aiddir. Hansı yerdə cəmaat yığışıb Allahı yad edirsə, Allah Subhanahu o məclisdə olanların hamısını bağışlayır. Allah Subhanahu bizi bağışladığı qullarından etsin. Əbu Rim isə oğluna şahidlik etməsi, onun həqiqətən də oğlu olduğunu təsdiq etməsidir. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu soruşur ki, sonra ona xəbər versin, bildirsin ki, heç biri digərinin elədiyi günaha görə sorğu-sual olunmayacaq. Bu xüsusda Allah Subhanahu Quran-ı Kərimdə buyurur,
وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى وَإِنْ تَدْعُ مُثْقَلَةٌ إِلَى حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَيْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَى إِنَّمَا تُنْذِرُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ وَأَقَامُوا الصَّلَاةَ وَمَنْ تَزَكَّى فَإِنَّمَا يَتَزَكَّى لِنَفْسِهِ وَإِلَى اللَّهِ الْمَصِيرُ. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən onu görmədikləri halda qorxanları və namaz qılanları xəbardar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış da ancaq Allahadır. Cahiliyyə dövründə ərəblər arasında bir adam başqa birisini öldürdükdə, ölənin yaxınları gəlib onun qardaşını və ya oğlunu və ya atasını öldürərdilər. Nəhayət, İslam dini gəldikdən sonra bu batil əqidəyə son qoyuldu və insanlar arasında əminəmanlıq olsun deyə qisas hökmü vacib edildi. Bu xüsusda Quran-ı Kərimdə Allah buyurur: وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاتٌ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُونَ. Qisasda sizin üçün həyat, yəni əminəmanlıq vardır. Ey ağıl sahibləri, bəlkə Allahdan qorxasınız. Tirmizi burada xəbər verir ki, səhih rəvayətlər Peyğəmbər s.ə.v-in saç-saqqalının tam ağarmadığını bizə bildirir. Bununla sanki demək istəyir ki, Peyğəmbər s.ə.v-in saç-saqqalına tək-tək ağ tüklər olmuş və o bunları boyamağa lüzum görməmişdi. İbn Həcər isə bu xüsusda varid olan bəzi hədisləri qeyd etdikdən sonra demişdir. Bu məsələyə dair varid olmuş hədisləri cəm edib demək olar ki, Ənəs radiyallahu anh Rasulullah sallallahu aleyhi və səlləmin saçlarındakı ağ tüklərin sayı az olduğundan onların boyanmasına lüzum olmadığını və ümumiyyətlə bu ağ tüklərin boyanmış olduğunu görmədiyini söyləmişdir. Digər rəvayətlərdə Rasulullah s.ə.v-in saçlarını boyamasına gəlincə, o bunu sadəcə olaraq saçları boyamağın caiz olduğunu göstərmək üçün etmiş və bunu adət halına salmamışdır. 46-cı hədis. Osman ibn Məvhəb demişdir: Əbu Hüreyrədən Rasulullah sallallahu aleyhi və səlləm saçlarını boyayardı mı deyə soruşdular. O, bəli deyə cavab verdi. Əbu İsa Tirmizi demişdir: Əbu Avanə bu hədisi Osman ibn Abdullah ibn Məvhəbdən rəvayət etmiş və demişdir. Bu hədisi Ummu Sələmə radiyallahu anhə rəvayət etmişdir. Hədisin isnadında keçən Şərik ibn Abdullah Ən-Nəxəi çoxlu xətalara yol vermiş saduq ravidir. Və bu rəvayətdə daha etibarlı ravilər ona müxalif olmuş, bu hədisin Ummu Sələmə radiyallahu anhədən rəvayət edildiyini söyləmişlər. Elə buna görə də İmam Tirmizi bu hədisi nəql etdikdən sonra demişdir: Əbu Avanə bu hədisi Osman ibn Abdullah ibn Məvhəbdən rəvayət etmiş və demişdir: Bu hədisi Ummu Sələmə rəvayət etmişdir. Və ola bilsin ki, Tirmizi bu isnadı qeyd etməklə hədisin Əbu Hüreyrədən rəvayət edildiyinin zəif olduğunu bildirmək olmuşdur. Səlam ibn Əbu Muti rəvayət edir ki, Osman ibn Abdullah ibn Məvhəb demişdir: Bir dəfə mən Ummu Sələmənin yanına gəldim və o bizə Peyğəmbər sallallahu aleyhi və səlləmin boyanmış saçlarından birini göstərdi. Bu hədis Səhih el-Buxarıdır. Başqa bir hədisdə İsrail ibn Yunus rəvayət etmişdir ki, Osman ibn Abdullah ibn Məvhəb demişdir: Ailəm mənə bir qədəh su verib Ummu Sələmənin yanına göndərdi. Ummu Sələmə içində Peyğəmbər sallallahu aleyhi və sələmin tükü olan gümüş zınqırov gətirdi. O vaxtlar bir adama göz dəydikdə və ya başqa bir xəstəlik yüz verdikdə Ummu Sələmənin yanına bir qab su göndərər. O da Peyğəmbər sallallahu aleyhi və sələmin tükünü həmin qabın içinə salıb bir qədər qarışdırar.
sonra qabı yiyəsinə qaytarar və nəhayət xəstə adam o sudan içər, yaxud o su ilə yunar və Allahın izni ilə şəfa tapardı. Mən o zınqırovun içinə baxdım və orada qırmızı rəngdə tüklər gördüm. Bu rəvayətlər onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi və sələmin saçları qırmızıya çalırdı. Və ehtimal edilir ki, saçlarına rəng qoyarmış. Lakin, diqqət edin, Əbu Bakır Əl-İsmail deyir ki, bu hədis heç də Peyğəmbər sallallahu aleyhi və səlləmin saçlarını boyadığına dəlalət etmir. Ehtimal edilir ki, sonradan bu saçın rəngi dəyişmiş olsun və ya ətirin içinə qoyulduğundan qırmızıya çalırmış. 47-ci hədis. Bişr İbn Xasasiyanın zövcəsi Cəhdəmə radiyallahu anhə demişdir. Rasulullah sallallahu aleyhi və səlləm qüsl etdikdən sonra əlləri ilə saçlarını oxalaya-oxalaya evindən çıxarkən mən onu gördüm. Başında bir lopa xına yaxud zəfəran var idi. Bu, Tirmizinin Şeyxi İbrahim İbn Harunun şəkkidir. Bu hədisin isnadında keçən Nədir İbn Zurara məstur ravidir. Yəni, o ravi ki, ondan 2 və daha artıq şəxs hədis rəvayət etmiş, lakin onun etibarlı olub-olmadığı bəlli olmamışdır. Həmsinin bu isnadda keçən digər ravi Əbu Cənab Yəhyə ibn Əbu Heyyə zəif ravidir. Demək, bu hədis zəif hədisdir. 48-ci hədis. Ənəs ibn Malik radiyallahu anh demişdir. Mən Rasulullah sallallahu aleyhi və səlləmin saçlarının boyanmış olduğunu görmüşəm. Həmmad demişdir. Abdullah ibn Muhammed ibn Aqil bizə belə rəvayət etmişdir. Mən Ənəs ibn Malikdə Rasulullah sallallahu aleyhi və səlləmin boyanmış saçını görmüşəm. Birinci rəvayət, Ənəsin öz rəvayəti səhih, ikinci Həmmadın rəvayəti isə həsəndir. Bu rəvayətlərin səhih və həsən olduğunu Muhammed Nasirəddin Albani Muxtasar-ı Şimal əsərində qeyd edib. Bayaq dediyim kimi, əgər Peyğəmbər s.ə.v bunu edibsə də, bunu bir dəfə caiz olduğunu göstərmək üçün edib.